Dostlar salam. Bugün mən sizə informasiyanın kodlaşdırılması haqqında məlumat verəcəyəm. İnformasiyanın kodlaşdırılması informasiyanın hər hansı bir formada mətin, ədəd, səs, şəkil və s. kompüterin başa düşdüyü ikilik kod 0 və 1 formasına çevrilməsi prosesidir. Kodlaşdırmaq nədir? Kodlaşdırma informasiyanın yadda saxlanması, ötürülməsi və emalını asanlaşdıran bir üsuldur. Kompüterlər yalnız 0 və 1 rəqəmlərini tanıyır. Buna görə də bütün məlumatlar kilit kodla ifadə olunur. Kilit kodun üstünlükləri. Kompüterlər üçün sadə və başa düşüləndir, xətasız ötürülməni təmin edir, yaddaşda daha az yer tutur, emalı, sürətli və etibarlıdır. İnformasiyanın növlərinə görə kodlaşdırma. Mətin informasiyası hər simvol kilit kodla əvəz olunur. Qrafik informasiyası hər piksel müəyyən rəng dəyərlərlə kodlaşdırılır. Səs informasiyası, səs dalğaları ədədlərə çevrilir və ikilik kodla yazılır. Video informasiyası hər kadr şəkil kimi, səs isə səs kimi kodlaşdırılır. Demək ki, məlumat kodlaşdırılır, kilit koda çevrilir, sonra isə ötürülür. Ya emal olunur, ya yaddaşda yazılır və s. Unutma, kompüterlərin dili ikilik kod 0 və 1-dir. İnformasiya kodlaşdırılması olmadan kompüterlər məlumatı anlaya bilməz. İndi gəlin sizə mətn informasiyasının kodlaşdırılmasından danışım. Demək, mətn informasiyasının kodlaşdırılması. Və bilirik ki, mətin simvol tipli informasiyalar kodlaşdırılarkən müxtəlif kodlaşdırma sistemlərindən istifadə olunur. Onlardan biri ASCII. ASCII-də 256 simvolu kodlaşdırmaq mümkün olduğuna görə, bunu da 2-nin qüvvəti şəklində yazsaq, 208 edək. Demək, ASCII kod sistemində bir simvol, işarə, rəqəm və s. Onlar kompüterin yaddaşında 8 bit yer tutur. 8 bit də 1 bayta bərabərdir. Təəssüf ki, ASCII kodlaşdırılma sistemində bəzi milli əlifbalardan əlifbaların kodlaşdırılmasına istifadə edilə bilmir. Məsələn, Azərbaycan əlifbasında Ə hərfi, Ö hərfi, Ü hərfi, Çin əlifbası, Hind əlifbası, Kore əlifbası və s. və s. Bu əlifbaların simvollarını kodlaşdırmaq çətin olduğuna görə mütləq kodlaşdırıla bilməməsi üzündən yeni kod sisteminə, yəni Unicode kod sistemindən istifadə edilməyə başladı. Unicode kod sistemində isə demək 65536 simvolu kodlaşdırmaq mümkün idi. O isə 2-nin qüvvət şəklini göstərəndə 216-dır. Demək, Unicode kodlaşdırılmasında bir simvol 16 bit, yəni 2 bayt yer tutur. İndi gəlin, sizinlə məsələ həllinə baxaq. Məlumatın yazılması üçün hər səhifədə 25 sətr olmaqla 3 səhifə istifadə olunmuşdur. Hər sətirdə 60 simvol olarsa, Unicode standartı ilə yazılmış həmin məlumatın həcmi nə qədərdir? Əvvəlcə gəlin, görək məlumatın həcmi, mətnin, sənədin həcmi necə təyin olunur, hansı düsturlar? Demək, mətnin həcmi bərabərdir. Simvolların ümumi sayı vurulmuş bir simvolun həcmi. Bir simvolun həcmi dedikdə, dostlar, yəni simvol hansı kod sistemində yazılıbsa, həmin kod sisteminə əsasən kompüterin yaddaşında tutduğu həcm nəzərdə tutulur. Məsələn, biz bayaq dedik ki, ASCII-də bir simvol 1 bayt, Unicode-da 2 bayt. Əgər məsələ həllində simvolların hansı kod sistemində yazıldığı göstərilmirsə və əgər əlifba sözü verilirsə, onda əlifbada olan simvolların sayına uyğun olaraq biz bir simvolun yaddaşda tutduğu yeri tapa bilərik. Əgər bizdə 512 simvollu əlifba deyilirsə, məsələn, 512 simvollu əlifba
deyilirsə, onda bunu 2-nin qüvvətinə gətiririk. 2 üstü 9. Deməli, 512 simvolu əlifbada bir simvol yaddaşda 9 bit yer tutur. İndi gəl məsələmizi həll edək. Məsələmizdə Unicode kodlaşdırma sistemindən verildiyi üçün bir simvolun həcmi 2 bayt tutur. Çünki bizim məsələmizdə Unicode sistemində verilmişdir. Onda simvolların ümumi sayını tapaq. Simvolların ümumi sayı isə dostlar, ümumi sayı necə tapılır? Deməli, səhifə sayı vurulsun. Səhifədəki sətirlərin sayı yenə vurulsun sətirdəki simvolların sayına. Gəlin baxaq. Bizim məsələdə də 3 səhifə var. Deməli, simvolların ümumi sayı bərabər. 3 səhifəmiz var. Hər səhifədə də 25 sətrimiz var. 3 vuraq 25 vuraq. Sətirdəki simvolların sayı isə 60 ədəddir. Ona görə də 60. Və bunu tapaq. Simvolların ümumi sayı nə qədər etdi? Demək elədi 180-i 25-ə vuranda 4500. Və simvolların ümumi sayı 4500-dür. Onda mətnin həcmi dedikdə 4500, yəni simvolların ümumi sayını vururuq bir simvolun həcminə. Bir simvolumuz da 2 bayt. Bu da bərabərdir 9000 bayta. Deməli, mətnin həcmi 9000 bayt imiş. Bu gəlin növbəti məsələyə baxaq. "64 simvollu əlifba ilə yazılmış mətn yaddaşda 72 bayt yer tutur. Mətn neçə simvoldan ibarətdir?" Demək, bayaq dediyimiz kimi, mətnin həcmi simvolların ümumi sayı vuraq bir simvolun həcminə bərabərdir. Deməli, indi mətnin həcmi verilib bizə. Nə qədərdir? 72 baytdır. Mətnin həcmi 72 baytdır. 72 bayt bərabərdir. Simvolların bizdən sayını soruşduğu üçün simvolların sayı x olur. Baxın, burada həmin simvolların hansı kod sistemi ilə yazıldığı göstərilmir. Ancaq deyir ki, 64 simvollu əlifba ilə yazılır. Onda bu 64 simvollu əlifbada bir simvolun kompüterin yaddaşda nə qədər yer tutduğunu tapmaq üçün 64-ü 2-nin qüvvət şəklində göstərəcək. O deyilir neçə? 2 üstə 6. Deməli, 64 simvollu əlifbada bir simbol 6 bit yer tutur. Baxın, burada baytləri də bərabərləşdirmək lazımdır. Bu baytdır, bu isə bitdir. Demək, bizim misalımız necə olacaq? 6x bərabərdir. Bir baytımız 8 bit olduğuna görə 72-də 8-ə vuracaq. Buradan x-i tapsaq, x də bilirsiniz ki, simvolların ümumi sayıdır. Deməli, 72 vurulmuş 8 bölünmüş 6-ya. Mən ixtisarlarımızı aparsaq, "4, 4 96. Deməli, mətndə nə qədər simvol var imiş? 96 simvol var imiş. Beləliklə, dostlar, mətn informasiyasının kodlaşdırılması haqqında bu qədər. Növbəti videolarda qrafik informasiyasının kodlaşdırılması, video, səs informasiyalarının kodlaşdırılması haqqında da danışacağım.